Akşamınız xeyir olsun dostlar. Demek bugün bir videoda çekip paylaşmıştım ki Sara Safra adlı bir nefer Bərdə kişilərini təhqir edir. Mən ona cavab verdim. İndi səhifəsinə baxıram ki, həmin videonu silib. Yəqin ki, o videoların altını oxumusan ki, orada səni necə təhqir edirlər. Sənə nələr yazırlar Bərdəliləri təhqir etdiyinə görə. Heç utandın mı o sözü deməkdən, paylaşmaqla? Heç oradakı şəhərlərin 5 dənəsini oxuyaydın, görəydin sahəyə cavab verdilər. Tək Bərdəlilər yox, Azərbaycan xalqı o şəhərlərdən sənin cavabını verdi. Ona görə ki, Azərbaycanı bölgələrə bölmək olmaz. Hamımız Azərbaycanlıyıq. O videonda silməklə deyil, Sara Safra, sən Bərdə cəmaatından üzr istəməlisən. Sən kimsən, nəçisən, sana kim verib o səlahiyyəti? Hansı cürətlə sən Bərdə kişilərin haqqında elə danışsın? Kimsən sən? Sənə ayıb olsun deyirəm. Və bir də deyirəm, Bərdə cəmaatından, Bərdə kişilərindən üzr istəməlisən. Sağ olun dostlar.